əziz və dəyərli müştərilər, sizlərə salamlayıram Kars Ailəvi restoranından. Bugün ayın 29-u may 2026-cı il yenə şapalaqlarımızı toplamışıq sajda. Bu körpə şapalaqlar yalnız Kars restoranında mövcuddur. 300-500 qram arası, 600 qram arası dəyişir. Həm burada, həm də təndirdə şapalaqlarımız var. Göstərim, çəksin. Bu şapalaqlar 250 qramlıq şapalaqlardır. Adam başı gedir üstü onlara. Turşulu falan verir təndirdə inşallah. Bu şapalağın da özəlliyi, yəni bunu biz limonun şirəsinə salırıq. Limonu sıxırıq, şirəsinə salırıq. Bir-birindən bir də qazan yeməklərimizdə mövcuddur. Təqdim edilmək istəyirəm sizə. Damaşlı duşonkamız var burada belə. Kənd xoruzu var, sığırtması. Şirəli dana, göbələkli can əti, şirəli çəpiş, düzdəyin özbaşı, vişnəli can əti, sivey vişnədən, buğlama və qoşu soyutma. Bir-birindən gözəl tiyamlar yalnız Göçbatanda Kars Ailəvi restoranında mövcuddur. Nizami küçəsi 112, Botda və Veyzdə konum mövcuddur. Gəlməzdən öncə rezervasiya etməyiz, xahiş olunur.